Qəhrəmanova studiyamızda qonaqdır. Xoş gördük doktor, xoş gəlmişsiniz. Yenə belə deyək də, gözəlliyinizlə işıq saçsınız. Bax, bu enerjinin özü də insanı sağaldır həqiqətən. Deyir, insan yaxşı düşünəndə, bəli, pozitiv olanda daha gümrah olur və inamla bir problemin, bir xəstəliyin arxasınca gedir. Bunun üçün də sizə təşəkkürümü bildirirəm ki, xüsusi yanaşırsınız. Əziz izləyicilərimiz, bilirsiniz ki, Məlahət xanım Qəhrəmanova Nərgiz klinikasının baş həkimidir, tibb elmləri doktorudur və eyni zamanda fitoterapevtdir, ixtiraçı alimdir. Dəfələrlə biz təbii ki, doktorun kitabları barədə də danışmışıq, patentləri barədə də danışmışıq və hər zaman da danışmağa davam edəcək. Nə qədər ki, yaşamaq gözəldir var, nə qədər ki, Məlahət xanım Qəhrəmanova bizimlə yol yoldaşlığı edir. Yəni, etsə də, etməsə də bu davam edəcək. Çünki doktorun təbii ki, gördüyü işlər nəinki Azərbaycanda, hətta Azərbaycanın hüdudlarından kənarda da təqdim olunur, müzakirə olunur və bilirsiniz ki, məhz doktorumuz çox dəyərli, çox önəmli bir addım atdı. Nərgiz klinikasında parazitologiya mərkəzini açdı. Azərbaycanda ilk dəfə parazitologiya konfransını təşkil etdi, ev sahibliyi etdi və təbii ki, parazitar xəstəliklərin müalicəsi də Nərgiz klinikasında həyata keçirilir. Ancaq bugün təbii ki, saç tökülməsindən danışacağıq, doktor. Klinikamız çox profillidir. Təbii ki, bizdə bütün xəstəliklərin demək olar ki, müalicəsi aparıldığı kimi saçın müalicəsi də önəmli yer tutur. Saçın müalicəsi uzun müddətli gündəmdədir və bugün deyərdim ki, hər bir kəs saçlarına daha çox diqqət yetirir. İllər öncə bəzən, məsələn, kişilər heç vaxt saçları haqda önəmsəmirdi. Hamı deyirdi, irsi faktordur, saçım tökülürsə tökülsün. Amma bugün hər kəs istəyir ki, saçlarını qorusun. Mən tövsiyə edərdim ki, saçları sağlam olarkən qorumaq lazımdır. Sağlamlıq özü saçların sağlam olması deməkdir. Çünki bizim orqanizmamızdan qidalanır saçlar. Saçlar hardan qidanı alır? Hardan vitaminlərlə qidalanır? Təbii ki, bizim orqanizmamız. Bayaq gözəl bir söz dediniz, verilişimiz başlayanda pozitiv olmaq. İnsan nə qədər çətinliklər, həyatda elə bir an yoxdur ki, hamı bütün ömrü boyu xoşbəxt anlar var. Heç vaxt deyə bilmərik ki, hamımız istənilən günü həmişə ömrü boyu xoşbəxt yaşaya bilərik. Həyatda problemlər həmişə olub, olacaq. Biz heç nəyi dəyişmirik. Hər şey öz axarında gedir. Həyat öz axarında gedir. Biz nəyisə dəyişmək qadir deyilik. Amma bizim əsas daxili sabitliyimiz, daxili enerjimizin hesabına biz həyatda dayanırıq, həyata mübarizə aparırıq və gözəl günlər yaşamağa çalışırıq. Və bu da bizim sağlamlığımızın başlıca təməlidir. Hər bir xırda şey üçün dərd eləyib, İnsanlar onun üçün bədbinləşir. Hər bir xırda şey üçün böyüdüb onu qloballaşdırır. Deyir, sözü kim böyüdər, yəsi. Sən öz içində özünə qurduğun xəyallar, qurduğun acılar, qurduğun bədbinliklər sənin sağlamlığını öz təsirini göstərir. Elə qoy bunu gəlmişkən deyib, biz parazitlərin müalicəsini aparırıq. Qurtların müalicəsi Nərgiz klinikasında. Hamı bilir ki, parazitar xəstəliklər dedikdə, bugün həkimlərimizə də buradan təşəkkür edirəm. Hər kəs deyir ki, yalnız Nərgiz klinikasına gedə bilərsiniz. Doğru cavab, doğru müalicə, orada daha dəqiq ala bilərsiniz. Çünki bu ixtisas üzrə profilləşmiş, profilimiz buna uyğundur və bu üzrə ixtisaslaşdığımız üçün mən bunu deyirəm. Düzdür, bütün klinikalarımız gözəldir və müalicələr var. Amma unutmayaq ki, bizim daxilimizdə olan bütün o xəstəliklər, o əziyyət çəkdiyimiz, kimisə elədiyiniz paxıllıq, kimisə içinizdə qaynadıb özünüzü məhv eləməkdən başqa bir şey deyil. O paxıllığın bir dənə çarəsi yoxdur. Mən düşünürəm ki, siz biraz da otlarla bağlı araşdırma aparsınız, bəlkə onu bir çarə tapdınız. O bitkilərin müalicəsi geniş profillidir. Fitoterapiya o qədər genişdir ki, bugün fitoterapiya sahəsində ən öndə gedən klinikayıq. Fitoterapiya bilirik ki, geniş sahədə bütün xəstəliklərin müalicəsində çox effektiv nəticələrimiz var və həmin məhsulları da patentləşdirmişik. Və onu da qeyd edelim ki, bu bizim irsi sənətdir. İrsi sənət olduğu üçün illərin süzgəcindən keçib o dərman bitkilərini biz tətbiq edirik ki, bugün alopecia, saçın tökülməsində
çox geniş yer tutan bizim dərman bitkilərimiz var. Və uğurlu nəticələr var. Bu haqda danışacağıq, əziz izləyicilərimiz. Mən istəyirəm, doktorumuzun aksiyası var, bilirsiniz. Məlahət xanım nə zaman efirdə qonaq olur, aksiyalarını gündəmə gətirir ki, sizin üçün yaxın ünvanlarda pasiyent qəbulu etsin ki, rahat şəkildə gələsiniz, müayinə olunasınız. Nərgiz Klinikasının həkim kollektivi 9 may tarixində Gəncə şəhərində yerləşən Logos Psixoloji Mərkəzdə pasiyent qəbulu həyata keçirir. Nevropatoloq, psixoloq, həkim kosmetoloq Günel Qəhrəmanova və Tibb elmləri doktoru Məlahət xanım Qəhrəmanova öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək həmin aksiyada. Eyni zamanda diqqət dağınıqlığı olan gec danışan kifozlar, skolyoz kimi problemli uşaqların da qəbulu həyata keçiriləcək. Biz ekranda nömrələr təqdim edirik, ancaq məhz həmin aksiyada iştirak etmək istəyirsinizsə, Nərgiz Klinikasının həkim kollektivi tərəfindən müayinə olunmaq istəyirsinizsə, deyəcəyim nömrələri indidən qeyd edin. 051 388 70-70 və Gəncə Logos mərkəzinin əlaqə nömrəsini deyirəm 070-226 46-48 nömrələri vasitəsilə əvvəlcədən. Bax, elə indiki gündən, çünki artıq may ayının biridir, çox az bir zaman qalıb, qeydiyyatdan keçin ki, 9 may tarixində rahat-rahat gedib müayinədən keçəsiniz. Doktor, biz dedik ki, saç tökülməyinin, daha doğrusu anonsu siz dediniz, diqqətimi cəlb etdi ki, müxtəlif səbəbləri var. Bu səbəblər nələrdir? Bilək? Baxın, saçın tökülməsi bugün dediyimiz kimi qlobal bir mövzudur. İnsanlar arasında çox yayğındır. Saçın tökülməsi o demək deyil ki, bugün mənim 5 dənə, 6 dənə, 10 dənə saçım tökülürsə, saçım töküldü. Əgər orqanizmdə hər hansı bir patologiya yaranarsa, saçlar surətdə tökülür. Məsələn, irsi xəstəliklər, irsi faktorlar öz yerində, amma androgen tökülmələr var. Androgenli ocaqlı, yəni alopesiya var, sevariyalar var, dəmirovlar var, saç dibinin folikulun iltihabı var. Bu kimi dəri xəstəlikləri də, saç xəstəlikləri də mövcuddur. Amma mən əsasən bugün vurğulamaq istəyirəm alopesiya xəstələrini. Alopesiya çünki dünyada müalicə olunmayan xəstəliklər sırasındadır. Çünki alopesiya elə bir xəstəlikdir ki, bu tam keçəlliyə gətirib çıxarır ki, bu da başqa ölkələrdə deyirlər ki, taleyi ilə barışmalısan, bunun çarəsi budur, ya hormonal uzun müddət hormonlardan istifadə olunan dərman preparatları içməlisən, ya da bununla barışıb oturmalısan. Belə xəstələr bizə çox müraciət edib və çox görmüşük. Ümumiyyətlə, aparılan müalicələrin içərisində saç tökülməsinin bizim müalicələrdə çox xüsusi yeri var. Mən dəfələrlə bir çox xarici ölkələrdə buna görə aldığım ödüllər var. İstər Oksfordda, istər Dövlət Agentliyi Əqli Mülkiyyət tərəfindən mən dünya ixtiraçı qadınlarının müsabiqəsində iştirak elədim və yeganə ixtiraçı alim kimi orada 3 medalla qayıtdım. 2017-ci ildə mən dövlətimiz tərəfindən göndərilmişəm və o 3 medalla qayıtmışam. Əqli Mülkiyyət tərəfindən 3-cü müsabiqəni də mən müsabiqədə də iştirak etdim. Orada diplomla tərtib olundum. Yəni, bunların əksəriyyətini saç üçün aldığıma görə mən bunu vurğuluyuram və Oksfordda da, universitetində də, liderlər samitində də məhz saça görə o ödülü aldım. Bunu niyə görə vurğuluyuram? Çünki illərdir mən bunun üzərində işləmişəm və burada saçın tökülməsinin, saç müalicəsinin kökündən həll olmasının və bir tərəfli yox, hər tərəfli yanaşaraq bu müalicələrin nəticələri alıram. Gəlir xəstələr, deyir ki, məsələn, həkimlər deyir ki, ödün qaraciyərin orada heç bir rolu yoxdur. Mədə bağırsağın bura heç bir ayda. Bütün dəri xəstəliklərində, saç xəstəliklərində birbaşa öd qaraciyərin, mədə bağırsağın, parazitar xəstəliklərin rolu var. Nə baxımdan? Bizim qaraciyər vitamin depomuzdur. Mən indi burada qaraciyərin funksiyasından uzun-uzadı danışmaq istəyirəm. Əgər bizim qaraciyərimiz vitamin deposunu depo eləmirsə, qaraciyərimizdə problem varsa, o depo yoxdursa, təbii ki, vitamin balansı zəif olacaq. Vitaminlər zəif olduğu üçün də saçlar töküləcək. Bunu inkar eləmək mümkün deyil. Mədə bağırsaqda sorulma prosesi normal deyilsə, iltihab ola bilər, qəbizlik ola bilər, disbakterioz ola bilər. Əgər bu
sorulma prosesi normal değilsə, lazım olan minerallar, vitaminlər orqanizmə sorulmur və saç kökü normal qidalanmır. Bu sadə bir şeydir. Yəni bunu inkar eləməyin heç bir aidiyyatı yoxdur. Yəni bəzi xəstələr gəlir, deyir ki, həkim dedi ki, bunların ona heç bir aidiyyatı yoxdur. Aidiyyatı düzgün, dəqiq. Hər kəsin öz profili var. Mən dəri həkimiyəmsə, ancaq dəriyə aid olan müalicəni aparıram. Axı sən dəriyə görə apardığın müalicə bu xəstənin daxili problemlərini həll etmədən dəridə nəticə vermir. Və parazitar xəstəliklərdə özü də vitamin balansını pozur, orqanizmdə immun sistemi pozur. Ən çox da uşaqlarda bu problem qloballaşır və uşaqlarda lazım olan vitaminlər balansı olmadıqda, parazit olduqda xəstədə stres faktoru olur. Xəstədə, bəzi xəstələrdə həddindən artıq dəridə quruluq yaranır, problemlər olur, bağırsaqlarda sorulma prosesi olmur və lazım olan qidalanma saça çatmadığı üçün saçda. Mən o qədər qısa belə aydın danışmaq istəyirəm ki, xəstələrimiz bizi anlasınlar. Bəli, çünki alopesiya xəstələri uzun müddət müalicə alacaq. Aldığınız 3 gün, aylıq, 5 aylıq yerli olaraq vitamin terapiyası, mezoterapiyaları ola bilər, PRP ola bilər. Bunlar normal haldır. Mən bunları demirəm olmasın. Ola bilər. Amma bu alopesiya müalicəsi demək deyil. Alopesiyanın müalicəsi mütləq daxildən aparılmalıdır. Faktlarla olan xəstələrimiz var. İllərlə müalicə alan xəstələr var. Xəstə səbirsiz olur. Xəstələr fikirləşir ki, mən klinikaya girdim, hansısa həkimin qəbuluna keçdim, həmən dəqiqə mənim saçlarım bərpa olmalıdır. Saçın bərpa olması üçün mütləq daxili orqanlar nəzərə alınmalıdır. Daxili orqanlarda gedən patologiyaları nəzərə almasaq, saçlarda istədiyimiz nəticə olmayacaq. Doktor, müalicənin neçənci günündən etibarən belə aşırı dərəcədə tökülmə vardı, o dayanmağa başlayır, ən azından azalmağa başlayır. Bu orqanizmdən asılıdır. O mümkün deyil ki, biz bir xəstəyə deyək ki, 10 günə sənin saç tökülmən dayanacaq, 5 günə səndə dayanacaq, 1 ayda, 3 ayda. Folikul saçda normal yetişməsi minimum 3 aydır. 3 aydan tez saç folikulu inkişaf eləyə bilməz. Necə uşaq ana bətində 9 aya yetişirsə, folikulun yetişmə vaxtı minimum 3 aydır. 3 aydan, məsələn, tökülmə dayana bilər. Amma yeni saçların çıxması 3 ay alopesiya üçün deyil, normal saçlar üçündür. Alopesiya xəstələrində 8 aydan sonra da başlayır çıxmağa, 6 aydan da sonra başlayır çıxmağa, orqanizmdən asılı olaraq 3 aydan sonra da xırda tüklər görünə bilər. Bəzən ağ tüklərlə başlayır gəlməyə. Alopesiyası olan xəstələrimizdə 1 illə, 2 illə də müalicə alan xəstələr var. Hətta 3 illə də alan xəstələr var. Bəzən də bu xəstələrdə bu ocaqlı tökülmələr uzun müddət davam eləyə bilir. Məsələn, xəstə gəlir, 2 ay müalicə alır, deyir, yox, mənim saçımda tökülmə daha çoxdur. Ola bilər. Çünki orada xəstə tüklər varsa, o xəstə tüklər töküləcək. Sən onu heç nə ilə dayandıra bilməzsən. Saçın müəyyən təbəqələri var. Saç kökdən ayrılandan sonra, o folikul kökdən ayrıldı, ondan sonra bir müddət dəridən asılı olaraq qalır o tüklər və zəifləyərək, görürsünüz, bəzi tüklər cansız olur, əl vuranda çıxır. Niyə? Çünki o folikuldan, kökdən ayrılıb. Ona görə saçın müalicəsi o qədər asan deyil. Saç sizin bütün orqanizmanızdan xəbər verir. Göstəricidir də, bu göstəricidir. Bəli, saç heç vaxt öz-özünə tökülmür. Ona görə saçın müalicəsində insanlar çox diqqətli olun. Burada hormonların da rolu var. Kortizol çox böyük rol oynayır. Testosteronun çox böyük rolu var. Məsələn, xəstələr deyir ki, məsələn, filankəsin zobu var, onda saç tökülmür, amma məndə niyə tökülür? Hər orqanizmin öz reaksiyası var. Hamı da eyni gedişli ola bilməz. 10 nəfər gəlir, onu da deyir, saçım tökülür. Amma onunda da fərqli səbəbdən tökülür. Kimi də vitamin çatışmamazlığından ola bilər, kimi də dərinin problemi ola bilər, kimi də sinir sistemindən bağlı ola bilər, kimi də öd qaraciyərlə, mədə bağırsaqla bağlı ola bilər. Məsələn, xəstələr var ki, mədə xorası var, yarası var, yazvası var, qastriti var. Bu xəstələrdə saç tökülürsə bu normaldır. Çünki sorulma prosesi, orqanizmə lazım olan vitaminlər sorulmur.
İmmun sistemi möhkəm olarsa, təbii ki, müəyyən müddət saçlar özünü qoruya bilir. Amma orqanizmin zəifləməsi, baxın, bir xəstə bir ömür boyu tiroidi varsa, zobla müalicə almalıdır. Bu qaçılmazdır. Ürək problemi varsa, xəstə bu ürək dərmanını uzun müddət elə sonra ömür boyu içməlidir. Əgər sizin saçınızda problem varsa, uşaqlarda alopesiya varsa, siz onu qorumalısınız və o vitamin balansını tənzimləyib, o uşaq yetkinlik devrinə qədər, yetkinlikdən sonra yaşlı nəsil arasında da sebariyadan tökülə bilər, quru sebariya var, duru sebariya var. Sebariyanın da növləri var. Alopesiyanın da növləri var. Yəni, Dəmirovların da 188 növü var. Yəni, bəzən xəstələrə çox yanlış informasiyalar alırlar. Sosial şəbəkələrdən, məsələn, filan kəs filan qarışımı elədi, 10 gün saxladı, başına sürtdü, saçına sürtdü, saçı gəldi. Birində saçı gəlirsə, o birisində də saçı tökülür. Əgər dəridə problem varsa, siz o yağlı, qızarılmış, məsələn, dəridə qızartılar var, səpki var. Siz oraya elədiyiniz maskalar sizə heç bir köməyi dəyməyəcək. Məsələn, pijitkan bitkisini hamı tanıyır və bu aylarda da çox istifadə olunan bitkidir. Tərkibində K vitamini ilə çox zəngindir. Məsələn, anemiyası olan xəstələrə çox yaxşıdır. Məsələn, mədə-bağırsaq problemi olan xəstələrdə də çox yaxşı. Amma trombositləri yuxarı, laxtalanması yüksək olan insan onu içə bilməz. Yer gəlmişkən, gicitkanı qaynadıb onun suyuna da saçırlar. Bəli, onun suyuna saçı da yumaq olar. O da effektlidir. Tərkibi çox zəngin vitaminlər var, minerallar var. Ondan yaxalaya bilərsən. Amma sənin dərində problem varsa, saçında qızartı varsa, yağlılıq varsa, kəpək varsa, onu istifadə edə bilməzsən. Bunu xırda bir misal gətirdik. Yəni, çox bitkilərimiz var ki, saçda istifadə olunur. Amma bir bitki müalicə üçün yetərli deyil. Orada bir neçə dəstəkləyici bitkilər olmalıdır ki, o öz təsirini göstərsin. Təbii ki, bunun üçün də düzgün diaqnoz qoyulmalıdır. Yəni, sadə saç tökülməsi də deyib keçmək olmaz. Mütləq şəkildə dərindən bir müayinə lazımdır. Elə həmin müayinəni edə biləcəyiniz ünvanlardan biri də doktor çox gözəl vurğuladı. Hər bir şəraiti, hər bir tibbi avadanlıqları, müasir laboratoriyası ilə təchiz olunan Nərgiz klinikasıdır, əziz izləyicilərimiz. Klinikanın baş həkimi bilirsiniz, məsələ Məlahət xanım Qəhrəmanovadır və onun kollektivi çox böyük əzmkarlıqla, canla başla xidmət göstərirlər bütün pasiyentlərə və elə həmin kollektiv, əziz izləyicilərimiz, Nərgiz klinikasının həkim kollektivindən söhbət gedir. Başda Məlahət xanım Qəhrəmanova olmaqla 9 may tarixində Gəncədə Logos Psixoloji Mərkəzdə öz pasiyentlərini qəbul edəcəklər. Həmin görüşdə həkim kosmetoloq Günel Qəhrəmanova da iştirak edəcək, nervopatoloq, psixoloq. Eyni zamanda dediyim kimi Məlahət xanım Qəhrəmanova bilavasitə özü bütün aksiyalarda iştirak eləyir. Öz kollektivi ilə bərabər ətraf bölgələrdən yaxınlaşa bilər. Şəmkir, Tovuz, Qazaq, Tərtər, Ağcabədi, Bərdə, İmişli. Bu rayonlar da müraciət eləyə bilərlər. Çünki bəzən elə görürük ki, biz gələndən sonra deyirlər, bizim xəbərimiz olmadı. Biz bilmədik ki, bizim rayonlardan da gələ bilərlər. Hər bir kəs müraciət eləyə bilər. Biz olduğumuz müddətdə görsən gəlirlər, deyirlər, biz bilmədik, dedilər ki, ancaq Gəncədə olacaqsınız. Gəncə ətrafı rayonlar, Şəmkir, Tovuz, Qazaq dediyim kimi, bütün rayonlar müraciət eləyə bilər. Ayın 9-unda biz Gəncədə olacaq. Axşam saat 5-ə 6-ya qədər oradayıq. İstədiyiniz zaman yazılın. Yazılmaq üçün əlaqə nömrələri. Bax, indidən deyirik, qeyd eləyən, istər elə ekranda gördüyünüz nömrələr olsun və ən əsası mənim dediyim nömrələri qeyd etsəz daha yaxşı olar. 051 388 70 70, eyni zamanda Gəncə Logos Mərkəzinin əlaqə nömrəsi 070 226 46 48. Əvvəlcədən yazılın ki, gedəsiniz, o vaxtdan yaxşı istifadə edəsiniz. Çünki həqiqətən söhbət sizin sağlamlığınızdan gedir. Doktorların da vaxtı dəyərlidir, sizin də vaxtınız dəyərlidir. Yazılın, qeydiyyatdan keçin ki, vaxtınız zamanı
zamanda sizin üçün individual bir vaxt ayrılsın. Sizə təşəkkürümü bildirirəm, doktor. Çox sağ olun. Çox maraqlı həmsöhbət olduq. Saç tökülməsi ümumiyyətlə elə bir mövzudur ki, çox təəssüf olsun. Bu dəqiqələrə sığışdıra bilmirik müzakirəni. Ona görə mütəmadi olaraq ara sıra müzakirələrimizi davam etdiririk. Nərgiz Klinikası Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir. Bunu da unutmayın. Bizim sosial şəbəkələrə də yaza bilərlər. Instagram səhifəmizə, eyni zamanda doktor bir də görsəz canlıdadır. Elə canlıya da yazırsınız, suallarınızı özü bilavasitə cavablandırır. Sizə təşəkkürümü bildirirəm. İzləyicilərimizə sağ ol demirəm, çünki fasiləyə ayrılırıq.